Müdafiə naziri Zakir Həsənov, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Fərəqət! Möhtərəm Prezident, Cənab Ali Baş Komandan, İşçi Əməliyyatlar Təlim Mərkəzi təməl qoyulma tədbirinə hazırdır. Müdafiə naziri General-Polkovnik Zakir Həsənov. Tamam. Dövlətimizin başçısına məlumat verildi ki, bu mərkəzin yaradılmasında məqsəd xüsusi təyinatlı bölmələrin müxtəlif ərazi, relyef və hava şəraitində hazırlıqlarının təmin edilməsi, həmçinin beynəlxalq hərbi əməkdaşlıq sazişləri əsasında tədbirlərin, o cümlədən təlimlərin, kursların keçirilməsidir. Mərkəzdə geniş ərazidə və çoxsaylı şəxsi heyətin iştirakı ilə təlim və məşqlərin keçirilməsi mümkün olacaq. Burada təlim sahələrinin, o cümlədən atıcı və iri çaplı silahların atış, pilotsuz uçuş aparatları, o cümlədən zərbə dronlarının məşq sahələri, müxtəlif simulyasiya, xüsusi əməliyyatların sürücülük, üzgüçülük hazırlıqlarının məşq sahələri yaradılacaq. Mərkəzdə qərargah, yataqxana, tibb məntəqəsi, klub, tədris və qonaq evləri, qapalı idman kompleksi, simulyasiya mərkəzi, açıq idman sahələri, helikopter meydançası, atıcılıq poligonları və digər zəruri infrastruktur olacaq. Dövlətimizin başçısı mərkəzin təməlini qoydu. ATV xəbərin xüsusi buraxılışını təqdim etdik. Diqqətiniz üçün təşəkkür edirik. Sağ olun.